Barbie kuklalarını istehsal edən Amerika Birləşmiş Ştatlarının Mattel şirkəti autizm spektr pozğunluğu olan insanı imitasiya edən oyuncaq istehsal edib. Şirkətdən bildiriblər ki, bu yeni məhsul daha çox uşağın özünü Barbie kimi görməsinə və bütün uşaqları ətrafdakı dünyanı əks etdirən gəlinciklərlə oynamağa təşviq etməsinə dəstək üçün hazırlanıb. Mattel şirkətinin məlumatına görə yeni gəlincik xüsusi aksesuarlarla təchiz olunub. Dəstə qulaqcıqlar, spinner və alternativ ünsiyyət üçün planşet daxildir. Oyuncağın dizaynı autizm spektr pozuntusuna xas xüsusiyyətlər nəzərə alınaraq hazırlanıb. Qeyd olunur ki, gəlinciyin dirsəkləri və biləkləri xüsusilə hərəkətlidir. Çünki gücləndirilmiş jestlər autizmli insanların ətraf aləmi daha yaxşı qavramasına və emosiyalarını ifadə etməsinə kömək edir. Oyuncağın baxışları isə bir qədər kənara yönəlib və birbaşa göz kontaktından yayınır. Həmçinin parçanın dəri ilə təmasını minimuma endirmək üçün geniş geyimlər nəzərdə tutulub. Hatırladaq ki, Mattel daha əvvəl də məhdud imkanlı insanları təmsil edən Barbie gəlinciklərini satışa çıxarıb. Onların arasında görmə qabiliyyəti olmayan Barbie, Down sindromlu Barbie və birinci tip diabetli Barbie də yer alıb.